Bir mühüm məsələ də var. Bu məsələdə olan rəvayəti təsbitləmək üçün Əbu Talibin özünün dilindən nəql olunmuş şeirlər var. Bütün müsəlman müəlliflərinin tarix, hədis və s. kitablarında bu rəvayətlər öz əksini tapıb. Əbu Talibin özünün Peyğəmbərimizin şəninə yazdığı bir çox şeirlər var. Həmən şeirləri oxuyan şəxs dərhal anlayır ki, Peyğəmbər əleyhissalamın əmisi dünyadan mömin olaraq İslamı qəbul eləyərək gedibdir. Şeirlərin mən məzmunu tərcüməsindən bir-iki sətr oxuyum. Deyir ki, həqiqətən Əli və Cəfər mənim arxam və güvəndiyimdirlər. Nə qədər zaman ötüb keçsə belə, əminiz oğlunu tək buraxmayın, yəni Peyğəmbəri. Ona kömək edin, and olsun Allaha, onu tək buraxmaram. Bu məzmunda şeir yazan şəxs necə kafir damğası ilə ittiham oluna bilər? Başqa bir şeirinə baxın, çox bəlağətli şeirdir, mən onu tərcüməsini qeyd eləyirəm sizə. Deyir, böyük adamlar bilsinlər ki, Məkkənin böyükləri nəzərdə tutur, Əbu Süfyangilləri. Böyük adamlar bilsinlər ki, Məhəmməd də Musa və İsa kimi Peyğəmbərdir. O da onlar kimi yolu göstərəndir. Peyğəmbərlərin hər biri Allah tərəfindən hidayət yolu tutur. Cəmaatlarını, yəni tərəfdarlarını günahlardan uzaqlaşdırır. Siz ey Məkkə müşrikləri, onu öldürməyi planlaşdırmısınız. Bu istəyiniz xam xəyaldan başqa bir şey değildir. O bir peyğəmbərdir. Allah dərgahından ona vəhiy nazil olur. Bunu deyən şəxs heç vaxt peşman olmaz. Əbu Talibin şeiridir bu. Bu şeir bütün məzhəblərin əsas mənbələrində nəql olunmuş bir şeirdir ki, mən onun tərcüməsini sizə oxudum. İnsaflı olan şəxs belə şeir sahibini necə töhmətləndirə bilər? Əli əleyhissalam bu kimi şəxsiyyətin sülbündən gəlmişdi.